3,3 olmaqla 4 yeraltı təkan qeydə alınıb. Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzləri ilə Dövlət Məşğulluq Agentliyi birgə əmək yarmarkası təşkil edib. Yarmarkada Peşə Təhsil Mərkəzinin məzunları və sonuncu kurs tələbələri iştirak ediblər. 4-cü ildir keçirilən əmək yarmarkasında bu dəfə 30 işə götürən və 341 vakansiya təqdim olundu. Emal sənaye üzrə Bakı Dövlət Təhsil Mərkəzində 17 nömrəli peşə məktəbində kərgüzarlıq ixtisası üzrə və burada ixtisasım üzrə iş üçün müraciət eləmişəm. Resepsiyon, qeydiyyatçı falan belə yüngül işlər istəyirəm. Tədbirdə vakansiyalara müraciət edənlərə iş öhdəlikləri barədə ətraflı məlumat verildi. Uyğun namizədlərin qeydiyyatı aparıldı. Bu əmək yarmarkası daha çox peşə təhsili müəssisələrinin tələbə və məzunlarına yönəlmiş bir tədbirdir və tədbirdə deməli 400-dən çox bizim tələbəmiz və məzunumuz iştirak edir. Buraya deməli 400-2000 azın məbləği intervalı arasında vakansiyalar çıxarılmışdı. Burada 10 peşə təhsili mərkəzlərinin müxtəlif ixtisaslar üzrə, müxtəlif istiqamətlər üzrə tələbələri və məzunları iştirak edir. Bu yarmarkada bizim mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunur. Hansı ki bunlar avtomobil, elektrik, elektronika, mexanika, interyer kimi ixtisaslardır və ümumi məktəbimizdə isə 32 ixtisas üzrə 1400 tələbə təhsil alır. İştirakçılar həmçinin peşə hazırlığı kursları barədə məlumatlandırıldı və onlara karyera məsləhəti xidməti göstərildi. Lalə Allahverdiyeva, Çingiz Qəniyev, Rəşidə Zülfüqarova, ASTV Xəbər. Sumqayıtın şəhər olaraq əsası ötən əsrdə qoyulsa da, əslində bu torpaqlarda yaşayış daha qədimə gedib çıxır.